Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn amma ba'd. Ya xeyir danışmaq, ya da susmaq. Allah Resulü sallallahu aleyhi ve sellem ona gözəl insandır buyurduğu sahabələrin Ömər radiyallahu anhu yerinə xəlifə olaraq onu təyin elə dediyi Ömər radiyallahu anh'ın oğlu Abdullah ibn Ömər radiyallahu anhu Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin belə buyurduğunu nəql edir. Çox danışanın çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman ki, kim Allah'a və axirət gününə inanırsa, ya xeyir danışsın, ya da ki sussun. İnsanın yaradılmışların ən şərəflisidir. İnsandan istənilən isə gözəl əxlaq sahibi olmaq, Yaradanın buyruqlarına əməl edib, qadağan etdiklərindən çəkinməkdir. Bu səbəblə çox dinləmək üçün insana iki qulaq, az danışmaq üçün isə bir dil verilmişdir. Yəni iki dəfə düşün, bir dəfə danış. Danışmaq gümüşdürsə, susmaq qızıldır. Udmamışdan əvvəl çeynəmək necə əhəmiyyətlidirsə, danışmadan da əvvəl düşünmək o qədər əhəmiyyətlidir. Hikmətli kəlamlar da bu həqiqəti açıq-aşkara izah edir. Hətta yerinə görə insan 5 dəfə düşünüb, 10 dəfə düşünüb, bir dəfə danışması Allah dostları tərəfindən tövsiyə edilmişdir. Allah Resulü sallallahu aleyhi və səlləm bir səfər zamanı yanında olan Muaz ibn Cəbəl radiyallahu anhuya bundan ehtiyatlı ol deyib və əli ilə dilini göstərmişdir. Muaz radiyallahu anhu isə, ey Allahın Resulü, biz danışdıqlarımızdan sorğu-sual olunacağıq deyə soruşduqda, insanları üzü üstə və ya burunları üstə oda atan dildən başqa bir şey varmı deyə buyurmuşdur Resulullah sallallahu aleyhi və səlləm. İmam Qazali rahimallah və daha bir çox İslam alimi insanın əməllərini müncayət, salih əməllər, muhlaqat, pis əməllər olaraq iki qrupa ayırmışdır. Əməllər dildə istifadə şəklinə görə hər iki qrupa daxil ola bilər. Yəni insan xeyir danışıb, insanlara yaxşılıq və gözəlliyə sövq edəndə savab qazanar. Boş və faydasız söhbətlər etdikdə və qeybət, böhtan, insanların arasına vurmaq, hər eşitdiyini danışmaq kimi pis əməllərlə məşğul olduqda isə günaha girmə təhlükəsi ilə üzləşər. Resulullah sallallahu aleyhi və səlləm bir çox hədislərində dilini gətirdiyi bəlalardan bəhs edərək ümmətini bunlardan qorunmaq istəmişdir. Hər eşitdiyini danışmaq insana günah olaraq kifayətdir. Əbu Davud, Səhih ibn Hibban rivayət etmişlərdir. Nəmmamlıq söz aparıb gətirən kəs cənnətə girə bilməz. Buxari rivayət etmişlərdir. Rəvayətləri dil bəlalarından bəziləridir. Mövzu ilə əlaqəli oxşar bir hədis belə buyurmuşdur. Resulullah sallallahu aleyhi və səlləm insanların cəhənnəmə girməyə ən çox səbəb olan şey nədir deyə soruşulduqda, o sallallahu aleyhi və səlləm dil və cinsiyyət üzvüdür buyurmuşdur. İnsanları cənnətə aparan ən üstün halın hansı olduğu soruşulanda isə o Allah qarşısında təqvalı olmaq və gözəl əxlaq sahibi olmaqdır buyurmuşdur. Əfsuslar olsun ki, gündəlik həyatımızda ən böyük problemlərdən biri də dil ilə etdiyimiz xətalardır. Şirindil insan insanları bir yerə toplayıb onları xeyrə təşviq etdiyi kimi acı dil və nalayiq söhbətlər edən insan da insanların qəlbini qırıb onların bir-birindən uzaqlaşmasına səbəb olur. Əksər hallarda
bizə görə əhəmiyyətsiz sayılan zarafatlar və ya söhbətlər qarşımızdakını incidə və narahat edə bilər. Bu halda Allah-u Teala'ya dua edərək kömək istəmək və onun hamımızı bəxş etdiyi iradəmizin haqqını vermək surəti ilə dilimizi xeyir dualarla yönəldirməyə səy göstərməliyik. Bəlkə də belə bir cəhd çox ciddi bir savabın və fəzilətin səbəbi ola bilər. Allah Resulü sallallahu aleyhi və səlləm digər bir hədisində kim iki çənə sümüyü arasındakı dilini və iki budu arasındakı cinsi orqanı günahlardan qorunmağa söz verərsə, mən də ona cənnəti vəd edərəm buyurmuşdur. Buna görə də xeyir və gözəl şeylər danışmağa cəhd etməli. Lazım olan yerdə üsul və ərkanın riayət edərək haqqı söyləməkdən çəkinməməliyik. Həmişə xeyir və gözəl danışa bilmədiyimiz zaman isə susmağa çalışmalıyıq ki, dilin bəla və zərərlərinə məruz qalmayaq. Bu vəsiləyə Allah dostları dilini tutan, ona hakim olan qurtuldu demişlər. Bu hədis isə buna əhəmiyyət verib bizlərə bunu tövsiyə etmişdir. Və bəzi sələflərin isə dil haqqında dediyi sözlər. İbn Abbas radiyallahu anh demişdir: ey dil, ya xeyir danışıb savab qazan və yaxud sus ki, şərdən salamat qalasan. İbn Məsud radiyallahu anh demişdir: Allaha and içib deyirərdi ki, yer üzərində ən uzun zaman həbsdə olmağa ehtiyac olan dildir. İbn Qayyim rahimehullah belə buyurur: əgər sən qəlbində nəyin olduğunu bilmək istəyirsənsə, o zaman dilinə nəzər sal. Həqiqətən dil qəlbdə olanları xəbər verir. Sahibi bunu istəsə də, istəməsə də. Dil qulun günahları da yox edə bilər, savabları da. İbn Qayyim rahimehullah belə deyir: həqiqətən də qul qiyamət günü dağlar qədər savabla gələcək və görəcəkdir ki, dili onların hamısını məhv etmişdir. Həmçinin dağlar qədər günahla gələcək və görəcəkdir ki, Allahı zikr etmək və bunu kimi digər əməlləri onlar hamısını yox etmişdir. Dil daima Allah Azze və Cəlləni xatırlayaraq islah qalmalı. Abdullah bin Büseyr radiyallahu anh rəvayət etmişdir. Bir adam, ey Allahın Resulü, İslamın nafilə ibadətlərdən mənə ağır gəldi. Davamlı edə biləcəyim bir şey ver ki, ondan tutum. Resulullah sallallahu aleyhi ve sellem dedi: dilini davamlı olaraq Allah Azze ve Celle'ni zikr etməkdə islah qalsın. Sonda isə Allah Subhanahu taala bu ayəsini yekunlaşdırır. İnsanı biz yaratdıq və nəfsini ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. İmam Şafi rahimehullah deyir ki, dil elə bir əza üzüdür ki, həm onunla cənnəti qazana bilərsən, həm də cəhənnəmi. Allah Azze və Cəllədən öz nəfsimə də, sizlərə də haqqıyla oxumağı bilirim. Esselamu Aleyküm və Rəhmətullah.